إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz və dəyərli olan qardaşlar, alimlər, Rəbbul Allah həmd sanlar olsun. Əlhəmdə bu gün də mübarək məclisdə, iftar məclisində, Ramazan günlərində cəm olmuşuq. Allahdan istəyir ki, Allah Subhanahu taala bu məclisi xeyirli etsin, bərəkətli etsin. Bizim bu xeyirlərə olan hərisliyimizi daha da artırsın. Allahümə əmin. Və bu günlərim oxuyacağımız mövzu mühüm mövzudur. Diqqətli olağın inşallah. Qeyd aparmaq istəyəndə qeydini apara bilər. Barakallahu fikum. İnşallah Şeyx Xalid İbn Qasim Əl-Raddadi rahimehullahın bizim sələfi şeyxlərimizdən olub, Mədinə İslam Universitetinin Hədis Fakültəsinin müəllimlərindən idi, şeyxlərindən idi. Allah ona rəhmət etsin. Onun şeyximizin cəm etdiyi Məsail və Əhkəm fi Zəkatül Fitrdən, fitrə zəkatının əhkamları və onunla əlaqəli olan məsələlərdən inşallah danışacağıq. Və şeyx toxunacaq bu mövzuda fitrə nə üçün fitrə olaraq adlanır və onun əhkamları kimə vacibdir, hökmü nədir, kimlərə çıxarılmalıdır, nədən çıxarılmalıdır, bunları izah edəcəm, ona görə diqqətli olaq. İlk olaraq şeyx buyurur ki, əvvələn təsmiyyətuhə, nə üçün fitrə adlanır? Nə üçün fitrə adlanır? Summiyə bizəlikə liyənnə vücubihə biduxulil fitr, yuqalə əydan. Şeyx buyurur ki, fitrə olaraq adlanması fitr vaxtının, iftar vaxtının daxil olmasına görədir. Həmçinin belə deyirlər ki, yəni iftar vaxtının daxil olmasına görədir. Yəni Ramazan bitir, artıq iftar vaxtı daxil olur. Ona görə də fitr adlandırıblar. Yuqalə əydan həmçinin deyiblər ki, zəkatul fitra bi kəsril fə. Fitra da deyiblər, fitra. Və həmçinin deyiblər ki, fitrətdəndir. Fitrətdən deyiblər. كأنها من الفطرة التي هي الخلقة بقوله تعالى. Necə ki Allah Subhanahu wa Taala'nın ayəsində keçir, yəni sanki Allahın insanlara xilqətən verdiyi fitrətdir. Fitratallahi allati fataran-nas alayha. Həmçinin deyiblər ki, fitrətdəndir və həmçinin də bu cür adlanmasına söyləyiblər ki, bidammil fə. Fənin fitrada olan fənin unan, futra, yəni bu cürdə adlanmasına görə o da nə deməkdir? İnsanın xilqətin təmizləyir. Xilqətin təmizləyir, pak edir. Ona görə də həmçinin futra da deyiblər, yəni. Qalə Nəvavi rahimehullah, İmam Nəvavi rahimehullah söyləyir ki, çıxarılan mala başqa cür deyir, yalnız yəni kəsra ilə, fitrə olaraq adlandırılıb. Yəni bu söz İmam Nəvəvi rahimehullah söyləyir ki, hiyə ləfzətun muvallə, lə ərabiyyə və lə muarraba. Bu sonradan yaranmış sözlərdən deyir İmam Nəvəvi rahimehullah. Nə ərəblərin sözündən deyil, nə ərəb sözündən, nə də ki ərəbləşmiş söz deyil lüğətdə. Və həmçinin İmam Nəvəvi rahimehullah gətirir ki, bəl istilahiyyə lil-fuqaha. Fitrət, yəni fitrə zəkatında olan fitrət, bu deyir ki, fəqihlərin dilində olan istilahi terminidir. Fətəkuna həqiqəti şər'iyyə aləl-muxtar kəs-salatu və-zəkat. İmam Nəvəvi rahimehullah deyir ki, namaz və zəkat kimi olan seçilmiş bir şəri termindir həmçinin. Lakin Əl-Ayni rahimehullah irad bildirərək demişdir ki, وَلَوْ قِيلَ اللَّفْظَةُ الْإِسْلَامِيَّ كَانَ أَوْلَى لِأَنَّهَا مَا عُرِفَتْ إِلَّا فِي الْإِسْلَامِ. Əgər desəydi ki, bu İslami kəlmədir, İmam Nəvəvi rahimehullah bu deyir, daha yaxşı olardı. Çünki yalnız bunu İslamda eşitmişik deyir bu kəlməni. Fitrə sözün, fitrə zəkatında olan fitrəni yalnız İslamda eşitmişik, İslamdan bilirik. Və həmçinin bunu Şeyx Xalid İbn Qasim Əl-Raddadi rahimehullah gətirir ki, İbn Arabi rahimehullah da təsdiqləyir. Və o buyurur ki, bu Peyğəmbər sallallahu aleyhi və səlləmin dilindən söylənilmiş həmçinin kəlmədir.
Və həmçinin fitrə zəkatından yuqal ləhə sadaqatul fitr. Fitrə sədəqəsi deyilir. Və həmçinin və zəkatul fitr deyilir. Fitrə zəkatı. Və həmçinin və zəkatul Ramazan. Ramazan zəkatı da deyilir. Və həmçinin və zəkatus savm. Oruz zəkatı da deyilir. Adlarından həmçinin bu cürdə adlandırılıb. Necə ki, İbn Abbas radiyallahu anhu hədisində sadaqatus savm adlandırılır. Orucun sədəqəsi. Və fi hədis Əbu Hureyra radiyallahu anhudan gələn hədisdə isə sadaqatu Ramazan adlanır. Ramazan sədəqəsi adlanır. Və tüsəmmə eydan sadaqatul ruus və zəkatul əbdən. Səmməhə İmam Məlik İbn Ənəs rahiməhullah. Həmçə İmam Məlik İbn Ənəs rahiməhullah bədənlərin sədəqəsi adlandırıb. Bunun adını bədənlərin sədəqəsi deyərdi. Yəni çıxarılmalı olan sədəqədən adlandırıb rahiməhullah. Amma Şeyx Xalid deyir ki, Allah ona rəhmət etsin, amma ta'rifuhə fil islahı mənasına, adlanmasına, tərifinə gəldikdə fəhiyyə sadaqatun təcibu bil fitr min Ramazan. Tuhratan lissayim minəl ləğvi və rəfəs. Şeyx buyurur ki, istilahi mənada isə fitrə zəkatı Ramazanın bitməsi ilə iftar, yəni iftarın edilməsi ilə başlayır. O da nədir? Tuhradan lissayim. Oruç tutanı minəl ləğvi və rəfəs. Boş sözlərdən, orucuya yaraşmayan ifadələrdən, naqis olan şeylərdən orucunu təmizləmək üçündür. Yəni o təmizlənsin deyənə şəriətdə şəriət olmuşdur fitrə zəkatı. Və həmçinin növbəti şeyx buyurur ki, hökmü və kimlərə vacibdir fitrə zəkatı. Furidə zəkatul fitr fis sənəti saniyə minəl hicrə əy mə'ə Ramazan. Şeyx Xalid buyurur ki, fitrə zəkatı hicrətin 2-ci ilində Ramazan orucu ilə bərabər fərz edilmişdir. Hicrətin 2-ci ilində. Necə ki, oruc fərz edildi, eləcə də fitrə zəkatı fərz edilib. Və hiyə vacibətun alə kulli muslim kəbir və sağir, və zəkər və unthə, və hurrun və abdun. O deyir, fitrə zəkatı hər bir müsəlman kişiyə, müsəlman qadına, böyüyə, kişiyə, azada, köylüyə, qula, hər bir kəsə vacibdir. Və qəd dəllə alə məşruiyyəti umumul Qur'an. Və Quran ümumilikdə də fitrə zəkatının vacib olmasına dəlalət edir. Və həmçinin və sarih sünnə əs-sahihə. Və həmçinin səhih, açıq-aşkar sünnə də buna dəlalət edir ki, fitrə zəkatı vacibdir, fərzdir. Yəni tərki qardaşlar günahdır. Kim tərk edərsə bilə-bilə günahdır. Və icməl muslimin və həmçinin müsəlmanlar bunun üzərində icma ediblər ki, vacibdir. Allah subhanahu və taala buyurur ki, qad əfləhə mən təzəkkə. Nəfsin təmizləyən artıq qurtulmuşdur. Kim ki nəfsin təmizləyirsə o qurtulmuşdur. Əy fəzə kulli fəvz və zəfərə kulli zəfər mən zəkə nəfsəhu bis sadəqa fənəməhə və tahharəhə. Şeyx deyir ki, kimlər ki öz nəfsini təmizlədi, təmiz etdi sədəqə verməklə, yəni fitrə zəkatın sədəqəsini çıxarmaqla, onlar deyir artıq qurtulublar deyir. Qurtuluşa çatanlar onlardır. Necə ki, Qalə Səid ibn Museyyib və Ömər ibn Abdüləziz radiyallahu anhu buyurur ki, qad əfləhə mən təzəkkə və zəkə rəsmə rabbihi fəsallə. Nəfsin təmizləyən qurtulmuşdur. O şəxs ki, Allahı zikr edir və Rəbbi üçün namaz qılar. Onun haqqında, bu ayə haqqında demişlər ki, hiyə sadaqatul fitr. O fitrə zəkatın verənə aiddir. Kim ki fitrə zəkatın verir. Allah Subhanahu buyurur ki, o nəfsin təmizləyib, qurtulub və o şəxslər Rəbbinə namaz qılan və Rəbbin xatırlayanlardır. Və həmçinin İmam Məlik İbn Ənəs rahiməhullah vacibliyi haqqında gətirir ki, dəxiləti fi umumi qavlihi teala. Ümumilikdə Allah Subhanahu və Taala'nın bu kəlamına daxildir. Allah Subhanahu buyurur ki, və ətuz zəkə. Zəkatlarınızı verin.
bu kəlmənin daxilindədir. Fitrə zəkatının vacib olması da İmam Məlik deyib. Və həmçinin İmam Buxari və Müslimin İbn Ömərdən radiyallahu anhudan rəvayət etdiyi hədisdə gəlir ki, qalə farada Rasulullah sallallahu aleyhi və səlləm. Allah Rəsulü fitrə zəkatın, zəkət əl-fitr sa'in, fitrə zəkatından bir saat çıxartmağı fərz etmişdir. Fikir verin, farada fərz etmişdir. Və həmçinin zəkatul İmam Buxari və Müslimin rəvayət etdiyi hədisdə Əbu Səid Əl-Xudri radiyallahu anhudan gəlir ki, "Kunna nuxricu zəkatul fitr." Əbu Səid Əl-Xudri radiyallahu anhu deyir ki, biz Peyğəmbər sallallahu aleyhi və səlləmlə bərabər olduğumuz vaxtı fitrə zəkatını çıxarardıq. Kunna nuxricu izə kənə finə Rasulullah sallallahu aleyhi və səlləm. Allah Resulü bizim aramızda olduğu halda fitrə zəkatını çıxarırdı. Bu da onun vacibliyinə dəlalət edir həmçinin. Və həmçinin Əbu Davud və İbn Məcə rəvayət etdiyi hədisdə İbn Abbasdan radiyallahu anhudan gələn hədisdə deyir ki, qalə farada Rasulullah sallallahu aleyhi və səlləm zəkətli fitr. İbn Abbas radiyallahu anhu buyurur ki, Allah Resulü fitrə zəkatını bizlərə fərz etdi. Və icma aleyhil muslimin qadimən və hədisən. Şeyx buyurur ki, müsəlmanlar əvvəllər də, indi də bu şeyin üzərində icma ediblər ki, bu vacibdir. Və kənə əhlül Mədinə lə yaravna sadaqa afdal minhə. Mədinə əhli fitrə zəkatından daha fəzilətli bir sədəqə deyə görməyiblər. Qalə İbn-i Munzir rahiməhullah həmçinin söyləyir ki, əcma kullu mən nəhvəzu anhu min əhlil ilm. Elm əhlindən əzbərlədiyimə görə, bildiyimə görə deyir, budur ki, alə ənnə sadaqatül fitr fardun. Fitrə zəkatı fərzdir. Yenə təkrar edirik, yəni bilə-bilə tərk edirsənsə, üzrün olmadığı halda günah sahibisən. O deməkdir fardun. Və qalə İshaq rahiməllah bu ki, huvə kəl icmə min əhlil ilm. Sanki elm əhli fərz olunması üstündə hamısı icma edib bu şeyin üstündə ki, fitrə zəkatı fərzdir. Və yustəhəbbu ixracuha anil kənin izə nufiqat fihurru və huvə mə sarə ləhu arba'atu əşhur. Və həmsinin Şeyx Xalid gətirir ki, ana bətnində olan 4 aylıq uşağa da fitrə zəkatı çıxartmaq müstəhəbdir. Bəyənilən əməldir. Və qəd kənə sələf yuxricunəhu anhu. Və sələflərimiz, Allah onlardan razı olsun, çıxarardılar ana bətnində olan 4 aylıq uşağa da fitrə zəkatını çıxarar. Kəmə səbətə an Osman radiyallahu anhu və qayrihi. Necə ki, bu Osman radiyallahu anhudan və digərlərindən rəvayət olunmuşdur. Sabitdir ki, Osman radiyallahu anhu ana bətnində olan uşağa fitrə zəkatını çıxarardı və bu müstəhəb görərdi. Və yecibu ən yuxricuhə an nəfsihi ammin nəfəqatihi. Və həmsinin fitrə zəkatı kimə çıxarılır? Özün üçün çıxarırsan. Öz nəfsindən də çıxarırsan. Və həmsinin kimlər ki, sənin himayən altındadır. Yəni, ailən, zövcən, avqaribin, yaxınların, kimlər ki, sənin himayən altındadır, onlara da fitrə zəkatı çıxarırsan. Yəni, onların adından da çıxarırsan. Və həmsə əgər, hətta şeyx deyir ki, qula belə çıxarılır, köylüyə belə çıxarılır. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, leysə fil abdi sadaqatun illə sadaqatal fitr. Köylüyə fitrə zəkatından başqa bir, fitrə sədəqəsindən başqa bir sədəqə yoxdur. Fəzəkatul fitr lə təcübü illə bişartin. Fitrə zəkatı şeyx buyurur ki, 2 şərtlə vacib olur. 2 şərt yerində olmalı ki, vacib olsun. Birincisi, əl-İslam. Kişinin İslamı yerində olmalıdır. Fələ təcib aləl kafir. Kafirə vacib deyildir. Yəni, nə deməkdir? İslamdan qeyri, kafirlərdən hətta kimsə çıxarsa belə qəbul deyil ondan. Qəbul olmasından ötürü birinci şərt İslamdır. Təslim olmalıdır İslama. İkincisi, vücud mə yufaddilu an qutihi və quti iyalihi. Və həmçinin ikinci şərt budur ki, kifayət qədər onun ehtiyacı olmalıdır. Bayram günü və gecəsi özünün, ailəsinin ruzisindən, zəruri ehtiyaclarından əlavə onun malının qalmasıdır. Yəni, özünün və ailəsinin zəruri ehtiyacından əlavə mal qalıbsa evində, həmin maldan artıq çıxartmaq onun üzərinə vacibdir. Və növbəti fitrə zəkatı haqqında şeyx gətirir ki, üçüncüsü, şəriət olunmasında olan hikmət.
Hikmət nədir? Yəni fitrə zəkatı bizə şəriət olub. Tathhir as-saim mimma asa an yakunu qad waqa fi siyamihi min al-lagwi wal-rafas. Oruç tutanı təmizləyir. İlk hikmət odur ki, oruç tutanı təmizləyir. Nədən? Oruç olduğu zamanda verdiyi xətalardan, yol verdiyi xətalardan, batil, pis, boş sözlərdən min al-lagwi wal-rafas onu təmizləyir. Və buna da Abu Davudun rəvayət etdiyi hədisdə gəlir ki, İbn Abbas radiyallahu anhu buyurur ki, Farada Rasulullah sallallahu aleyhi ve sellem zekatul fitr tuhradan lis-saim minel-lagwi ve'r-rafas. Peyğəmbər sallallahu aleyhi ve sellem oruç tutanı boş sözlərdən, nalayiq sözlərdən, pis əməllərdən təmizlənməsindən ötürü fitrə zəkatın farada fərz etmişdir. Fikir verin, fərz etmişdir. Və həmçinin Vaki ibn Cərrah, ətbə-u tabiinlərdən olan Vaki ibn Cərrah rahimehullah söyləyir, görün nə söyləyir? Zekatul fitr li şəhr Ramazan kəssəcdəti səhvu lis-salah. Fitrə zəkatının yeri səhv səzdəsi namazda necəsə, səhv səzdəsi namazdan olduğu kimi fitrə zəkatı da Ramazanda oruç tutan üçün elədir məqamı. Səhv səzdəsi necə ki tamamlayır? Təcbir nöqsanus son kəmə yucbirus sucud nöqsanus salah. Necə ki namazda olan nöqsanları səhv səzdəsi örtdüyü kimi onun baş verən nöqsanları, eləcə də fitrə zəkatı oruclunun oruclu halda yol verdiyi nöqsanları, boş-boş sözləri necə olur? Təmizləmiş olur. Və həmçinin ikinci hikməti İğnaul fuqara vəl məsakin an sual fi yevmil eid. Bayram günü fəqirlərin, miskinlərin, yoxsulların istəməsindən, dilənməsindən, yəni onları qurtarır. Və idxalu surur aleyhim. Onlara sevinç yaşadır. Liyakunul eid yevmun farahun və sururun li cəmi fiyatil müctəmiyə. Beləcə insan fitrə zəkatını çıxarmaqla o cəmiyyətdə, İslam cəmiyyətində hər kəs sevinir. Bütün kasıblar sevinir. Miskinlər hər biri artıq o çıxarılan zəkatdan onun da evində biçdiyinə görə hər kəs sevinmiş olur, dilənmiş olmurlar, istəmiş olmurlar. Baxın, əsl bayram budur. Əsl bayram budur. Digər bayramlara baxın, borca düşürlər, xərcə düşürlər, fəsad olur, ziyan olur, hətta ölüm olur. Amma İslam digər bayramlarda varlılar yeyir, içir, surur, şadlıq içində olurlar, miskinlər isə baxaraq qəm içində, qəm keçirirlər. Onlar onların gəzdiyi kimi, yediyi kimi yeyə bilmirlər deyənə sıxıntı içində olur. Amma İslam belə deyil. Və surur li cəmi fiyatil müctəmiyə. Bütün İslam cəmiyyəti, İslamda olanlar hamısı sevinç içində olsun deyənədir. Fitrə zəkatı çıxarıb. Yəni qarınları doysun ki, onlar da gülə bilsin, üzləri gülsünlər. Və zəlikə li hədis İbn Abbas radiyallahu anhuma. İbn Abbas radiyallahu anhudan gələn hədisdə ağnuhum anit-tavaf fi hazal yawm. Allah Rəsulü deyir ki, onları o tavaf, yəni gəzirlər hansı ki evləri, dilənirdilər, yemək istəyirdilər. Allah buyurdu ki, onları fitrə zəkatını onlara verin ki, bu günü dilənməsinlər, istəməsinlər, onlar da yesinlər o azlar. Əy, əğnul fuqara an sual fi yevmil eid. Yəni, səbəb yaratmayın ki, bayram günü onlar da dilənsinlər, istəsinlər, o kəsblər, fuqaralar. Və həmçinin Allah Rəsulü buyurdu ki, və tu'mətən lil məsakin. Miskinlərin yedizdirilməsi, doyuzdurulması üçün fitrə zəkatı fərz edilir. Və üçüncü hikmət və fihə izhar şükri ni'mətillahi aləl abdi və itmam siyami şəhr Ramazan və qiyamihi. Hikmətlərindən həmçinin oruç tutanın bir ay hansı ki oruç tutub Allah ona müvəffəq edib, buna olan, yəni şükrünün izharıdır. Şükr edir Rəbbinə. Nə ilə? Fitrə zəkatını çıxartmaqla ki, ya Rabbi, sənə şükür olsun, mənə nəsib elədin, bir ay oruç tutdum. Və həmçinin nəyi ishar edir fitrə zəkatını çıxartmaqdan? Və fi'lu mə teyassara minəl a'mal salihə fi hazal şəhril mübarək. Bu mübarək Ramazan ayında ona Allah salih əməlləri yerinə yetirməyə müvəffəq edib. Bunun əvəzində də o salih əməllər hansı ki edib, onun şükrü olaraq fitrə zəkatını çıxarır. Və fitrə zəkatı haqqında çıxarılma vaxtı haqqında şeyx buyurur, 4 sinif gətirir.
Birincisi, vaktul cavaz. İcazəli vaxtı hansıdır? İkincisi, vaktul vücub. Vacib olan vaxt var. İcazəli olan vaxt var, vacib olan vaxt var. Vaktul istihbab. Müstəhəb olan vaxt var. Lə yecuzu təxiru ba'des salah. Və həmçinin də gecikdirilməsi icazə verilməyən vaxt var. Birincisi, vaktul cavaz. İcazəli vaxt hansıdır? Fitrə zəkatını çıxartmağa. فَيَجُوزُ تَقْدِيمِ زَكَاةَ الْفِطْرِ قَبْلَ الْعِيدِ بِيَوْمٍ أَوْ يَوْمَيْنِ diye hədis İbn Ömər. İbn Ömər radiyallahu anhunun hədisini əsas götürərək bayram günündən bir və yaxud 2 gün əvvəl çıxarılması bu icazəli olan vaxtdır. Çünki İbn Ömər radiyallahu anhu وَكَانُوا يُعْتُونَ قَبْلَ الْفِطْرِ بِيَوْمٍ أَوْ يَوْمَيْنِ Fitrə zəkatını yığanlara 1 gün və 2 gün əvvəl göndərərdi. Və həmçinin Buxari rahimehullahın rəvat etdiyi hədisdə və həmçinin İmam Məlik rahimehullah gətirir. Ənə Abdullah ibn Ömər kənə yəb'asu bi zəkatil fitr iləl-ləzîne tujma indehu qabləl-fitr bi yawmin aw salasa. İbn Ömər radiyallahu anhuna 1 və yaxud 2 gün, İbn Ömər radiyallahu anhu 1 və yaxud 2 gün bayramdan öncə fitrə zəkatını yığanlar ki var idi, təyin eləmişdilər başçı, onlara göndərərdi. İmam Albani rahimehullah həmçinin gətirir fayda olaraq ki, sual verildi ki, həmin vaxtda mətəkənə İbn Ömər yu'ta. İbn Ömər nə zaman fitrən zəkatın verərdi? Qalə dedilər ki, İzə qa'adəl amil. Fitrə zəkatını yığanlar oturanda. Nə deməkdir? Qultu mətə yəqadul amil? Yəni fitrə zəkatını yığanlar, bu işdən vəzifələnlər nə zaman başlayırlar bu işə? Qalə qabləl fitr bi yawmin aw bi yawm aw yawmin. Deyir ki, o zaman ki, 1 gün və 2 gün əvvəlcədən. Fitrə zəkatını yığanlar hansı ki, məhsul eləmişdi onları, onlar 1 və 2 gün əvvəlcədən başlayarlar cəmaatdan fitrəni yığmağa. İkincisi, vaktul vücub, vacib olan vaxt. Nədir o? Huvə qurubu şəms min axir yevmi Ramazan. Ramazanın sonuncu günü günəş batandan sonra başlayır. Günəş batdı, Ramazan bitib, tamamlanıb, misal 29-dan tamamlanıb, ay görünür və yaxud 30-dan tamamlanıb, artıq fitrə zəkatının vacib olduğu vaxt başlayır. فَاِنَّهَا تَجِبُ بِغُرُوبِ الشَّمْسِ min axir şəhr Ramazan. Ramazan sonuncu günü günəşin batması ilə başlayır. Bu vacib olan vaxt idi. Üçüncü vaxt isə istihbəb, müstəhəb olan vaxtdır. Müstəhəb olan vaxt hansıdır? Yəni yaxşı olar ki, o vaxt çıxarılsın. İxracuha yevmul fitr qablə salatil id. Bayram namazından əvvəl çıxartmaq. Bayram namazından əvvəl çıxın. Deyəndə Nəbi sallallahu aleyhi ve sellem əmara biha ən tuaddə qablə xurucun nəsi ilə salatil id. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem fitrə zəkatını əda edərdi. Nə zaman? Bayram namazından öncə. Kəmə fi hədis İbn Ömər. Necə ki İbn Ömər radiyallahu anhu rəvayət edib bunu. Və həmçinin İbn Abbas radiyallahu anhu rəvayət edir ki, "Fəmən əddəha qabləs salah fəhiyyə sadaqatun məqbulə." Allah Rəsulü deyir ki, kim bunu bayram namazından qablə, öncə çıxararsa, fəhiyyə sadaqatun məqbulə. Qəbul olunmuş sədəqədir, yəni fitrə zəkatı sayılır. Kim bayram namazından öncə çıxararsa. Və mən əddəha ba'da salah fəhiyyə sadaqatun min sadaqat. Kim ki bayram namazından sonra çıxararsa, bu sədəqələrdən bir sədəqə sayılır. Artıq zəkat vermiş olmursan. Zəkatı çıxartmış olmursan. Dördüncüsü, lə yəcuzu təxiruha ba'da salah. İcazəli olmayan vaxtdır. O da nədir? Bayram namazından sonra çıxartmaqdır. Bayram namazından şeyx buyurur ki, fəmən əxxaraha ba'da salah bidun üzür. Kimin üzürü olmadan bayram namazından sonra çıxararsa, fəaleyhi tövbə. Onun üzərinə tövbə etmək düşür. Və aleyhən yuxricəha aləl-fur. Dərhal çıxartmalıdır, hətta gedişdiribsə. Və qalə İmam Abdülaziz İbn Baz rahimehullah buyurur ki, vacib olan odur ki, bayram namazından əvvəl çıxarsın, sonra çıxartması ona icazəli deyildir. Həmçinin İbn Hüseyn rahimehullah buyurur ki, kim ki qəsdən bayram namazından sonra çıxarıbsa, doğru olan budur ki, bu həmin vaxtı haram olan vaxtı deyil. Həzə vaxtul muhrim. Həmin vaxt haram olan vaxtdır. O ennəhə lə tüczə. Ondan fitrə zəkatı olaraq qəbul edilmiş. Yəni sədəqə olmuş olur. Və beşincisi miqdarı, çıxarılma miqdarı. Çıxarılma miqdarı qardaşlar
bir sa'dır. Nədir? Qut əhlil bələd min bir, əv şəir, əv təmir, əv zəbib, əv aqd, əv əruz, əv zura. Ölkənin, yaşadığın bölgənin əsas qidalarından çıxarılır. Onlar da nədir? Buğdadır, arpadır, xurmadır, kişmişdir, qurutdur. Qurut nədir? Aqd nədir? Yəni qurudulmuş süd. Düyüdür, qarğıdaldır və s. Miqdarı, yəni yeyilən yeməklərdən çıxarılır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə buna dəlildir. Necə ki, İbn Ömər radiyallahu anhu rəvayət edir. Və həmçinin Əbu Said el-Xudri radiyallahu anhunun hədisində gəlir ki, biz Peyğəmbər sallallahu aleyhi və səlləm bizim yanımızda olanda biz yəni bu sadallanan şeylərdən, buğdadan, arpadan, xurmadan, düydən, qarğıdaldan, kişmişdən və qurudulmuş süddən çıxarardıq. Ta ki deyir Əbu Sufyan, Muaviyyə ibn Əbi Sufyan radiyallahu anhu həccə gələnə kimi. O da gəldi nədir? Ziyad nədir orada? Səmra Şəm adlanan Şam buğdası. Ondan sadəcə Muaviyyə radiyallahu anh dedi ki, bir saat yox, yarım saat çıxarılsın. Lakin Əbu Səid el-Xudri radiyallahu anh dedi ki, mən yenə bir saat olaraq davam elədim. Yəni, çox çıxartmağa davam etdim. Amma o şəxs ki, qiymət olaraq, yəni pul olaraq çıxarır, miqdar olaraq çıxarır, fəqat mən'a min zəlikəl cumhur. Şeyx Xalid deyir ki, rahiməhullah, cumhur buna qadağan eləyib. Yəni, misal, bir şəxs başına necə ki, deyəcək, 2 kiloqram yarım, 3 kiloqram, misal, düyü düşür. Misal, düyü çıxartmaq istəyir. Tutaq ki, bunun da miqdarı, dəyəri 5 manatdır, 5 azeyindir. Sən çıxarıb 5 manatı miskinə verməyin icazəli deyil. Cumhur alimlər, malikilər, şafilər, həmsə hənəbilər, həmbəllər də bu fikirdələr ki, olmaz, qadağa görə. Necə ki, İmam Əhməd rahiməllahdan deyildi ki, İmam Əhməd rahiməllahdan deyir ki, lə yu'təl qiymə. Qiymət olaraq çıxartmaq olmaz. Həmçinin İmam Əhməd rahimehullah dedilər ki, bəs Ömər ibn Abdüləziz radiyallahu anhu bəs qiymət olaraq çıxarıb axı. Görün nə deyir İmam Əhməd? Qalə yedəunə qavlu Rasulullah sallallahu aleyhi ve sellem və yəqulunə qalə fulən. Siz Peyğəmbər sallallahu aleyhi və səlləmin etdiyin bir kənara qoyursunuz və deyirsiniz ki, filan kəs belə deyirdi. Bax, dəlildir hamımıza. Baxın, sələfimiz necədir? Sənə deyəndi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə edib deməcəkdən ki, bəs filan kəs belə deyir. Və həmsə İbn Qudəmə rahimehullah buyurur ki, icazəli deyil qiymət olaraq çıxartmaq, çünki bu nassa dəlilə ziddir. Və həmsə İmam Nəvəvi rahimehullah buyurur ki, icazəli deyil pul olaraq çıxartmaq. Sadəcə icazəli görən İmam Əbu Hənifə rahimehullahdır. O da alimlər deyir ki, nassa ziddir, olmaz yəni. Qardaşlar, yekun olaraq çıxarılan miqdar bir saat adam başına. Bir saat, necə Şeyx Xalid rahimehullah deyir ki, ərbəatu əmdətdir, 4 ovuzdur. Bax, bu gördüyünüz bir ovuzdur. Bundan 4 dənə olanda bir saat adam başına düşər. Sən çəkməmiş, düyüdən götürə bilərsən. 4 dənə bundan götürürsən, 4 ovuz. Bu bir nəfərin haqqıdır, payıdır. 4 ovuz. Və yekun olaraq kimlərə çıxarılmalıdır? Bu barədə iki görüş var məşhur. Birincisi odur ki, zəkat kimlərə düşür olaraq? Kimlərə düşür zəkat? Tövbə surəsi 60-cı ayədə 7 sinif insan. Kimlərdir? Fəqirlərdir, miskinlərdir, zəkatı yığıb paylayanlardır. Vəl-muallafəti qulubuhum, qəlbləri İslam'a istiləşdirilməsindən ötürü verilənlərdir. Və həmçinin ər-riqab, qul azad olunmasından ötürü verilə bilər. Və həmçinin əl-qarimin, borcu olanların borcun ödənməsindən ötürü verilə bilər. Və həmçinin fi səbilillahi və ibnis-səbil, cihada çıxanlara, Allah yolunda olanlara və müsafirlərə verilə bilər. Birinci görüş budur. İkinci görüş isə ənə zəkətəl fitr xassa bil fuqara vəl məsəkin və lə tusraf illə iləyhim. İkinci görüş yalnız fəqir və miskinlərə verilməlidir. Daha doğru görüş də, doğru rəy də budur. Kimlərə verilməlidir? Fəqir və miskinlərə verilməlidir. İbn Qeyyim rahimehullah gətirir, çünki deyir bu Peyğəmbər sallallahu aleyhi ve sellem feilindəndir. Heç də Allah Rasulü pay qismləri bölməyib deyir. Ancaq deyib ki, fəqirlərə verin, miskinlərə verin. Və həmçinin yekun olaraq şeyx buyurur ki, rahiməhullah, bütün ailə üzvləri hamı bir nəfərə çıxarıb verə bilər. Bu icazəlidir. Və yaxud da bir şəxsin
fitrə zəkatı, bir şəxsin fitrə zəkatı bir neçə miskinə də verilə bilər. Hər ikisi icazəlidir, baxır, yəni məsləhəyə. Məsləhəyə. Və həmçinin şeyx gətirir ki, icazəlidir ki, o yerdə, o bölgədə, o ölkədə fitrə zəkatını toplayanlara fitrənin verilməsi ki, onlar çıxarsın. Sən fitrəni verirsən ki, bu işdən məsul olan qardaşlar var, onlar çıxaracaq. Onun üçün də pul olaraq vermək olar o şəxsə ki, o şəxs sənin verdiyin 5 manatı götürüb, gedib düyünü alıb düyünü çıxaracaq. Yenə çıxarılan nədir? Taamlardandır, yeməklərdəndir, adı çəkilən. Bu qədər qardaşlar, inşallah ümid edirik ki, fitrə haqqında əksər şey bizlərə aydın oldu. Allahdan istəyir ki, Allah Subhanahu bunu eşidib, faydalananlardan etsin bizləri, xeyirli etsin, bərəkətli etsin, bizi də fitrə zəkatını çıxaran kəslərdən etsin, salih əməllərimizi bizdən qəbul etsin, əminamanlığımızı uca Rəbbimiz daha da artırsın. Subhanakallahumma və bihamdika və əşhədu en la ilahe illə ente və estağfiruke və etûbü ileyk.